Bayaq anonsunu təqdim etdiyimiz canlı bağlantıya qoşulmaq istəyirik. Zeynəb bizi gözləyir. Xatırladaq ki, ötən il icbari tibbi sığorta hesabına 1480-dən çox hemodializ seansı icra olunub. Bu barədə icbari tibbi sığorta üzrə Dövlət Agentliyinə məlumat yayılıb. Ətraflı elə Zeynəb danışacaq bizə. Zeynəb, salam, xoş gördük səni. Başqa hansı məlumatlar var, səndən eşidək. Hər vaxtın xeyir olsun Nuranə. Bəli, icbari tibbi sığorta üzrə bir sıra xidmətlərdən vətəndaşlar yararlanır və növbəti xidmət haqqında məlumat vermək istəyirik. Həm statistika açıqlanıb, eyni zamanda necə müraciət etmək lazımdır. Bununla bağlı məlumatları verəcəyik və təbii ki, kəskin və xroniki böyrək çatışmazlığından gedir söhbət. İcbari tibbi sığorta üzrə artıq bugünə kimi 1480-dən çox şəxsə ilkin hemodializ seansı icra olunub. Təbii ki, bu icbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Digər, belə deyək, gedişatda artıq hara müraciət etmək lazımdır. Bununla bağlı da məlumatları verək. Təbii ki, icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdürü Leyla Lətifova yanımdadır. Ondan məlumatlar alacağıq. Leyla xanım, eşidək sizi. Detallı məlumatlar sizdədir. Vətəndaşları da maraqlandıran təbii ki, məlumatdır. Xroniki böyrək çatışmazlığı ilə bağlı pasiyentə dializ təyin olunur. Dializ böyrək funksiyasının filtrasiya qabiliyyətinin itirilməsi ilə nəticəsində qanın zərərli maddələrdən təmizlənməsi üsuludur. Dializin iki əsas növü mövcuddur. Hemodializ və peritoneal dializ. Hər iki üsul əlbəttə ki, ilkin qaydada hemodializ icbari tibbi sığorta hesabına qarşılanır. İki üsulun hər ikisi xəstəxana şəraitində aparılsa da peritoneal dializin üstünlüyü ondan ibarətdir ki, ev şəraitində də tətbiq etmək mümkündür. Qeyd edim ki, əgər uzun müddətli hemodializ təyin olunursa, bu zaman sürətli qan dövranını təmin etmək üçün aortovenos fistul əməliyyatı icra olunur və aortovenos fistul əməliyyatı anesteziya və sedasiya altında aparılır. 2024-cü ildə 567 aortovenos fistul əməliyyatı məhz icbari tibbi sığorta hesabına ödənişsiz göstərilmişdi vətəndaşlara. Həmçinin 1095 pasiyentə qalıcı venos kateter yerləşdirilmişdi. Ötən il ərzində 1480-dən çox ilkin hemodializ seansı da icbari tibbi sığorta hesabına vətəndaşlara göstərilmişdir. Məlumat üçün bildirim ki, icbari tibbi sığorta hesabına Bəli, canlı bağlantımızda kiçik bir texniki problem yarandı. İndi isə istəyirik elə vaxt itirmədən saatın tamamına az qalıb və